Salam dostlar, integral mövzusuna aid belə bir çalışmanın həllinə baxaq. İntegral x kvadratı bölünsün x plus 1 dx integralını tapın. Kəsr şəklində olan integralları hesablamaq üçün bir qədər sadələşdirmə etmək daha məqsədə uyğun olur. Bunun üçün x kvadratı bölünsün x plus 1-i belə yazarıq. X kvadrat çıxılsın 1, üstəgəl 1 kimi yazırıq. Yəni 1 əlavə edib çıxırıq, bərabərdir. Bu ifadəni isə belə yazmaq olar. X kvadratı çıx 1, bölünsün x plus 1, üstəgəl 1 bölünsün x plus 1, bərabərdir. Birinci ifadəni x çıxılsın 1, x plus 1 kimi yazırıq. Bölünsün x plus 1. İkinci ifadə isə olduğu kimi qalır. Və üstə gəldi. X plus 1. Buradan x plus 1'lər ixtisar gedəcək, qalacaq. X çıxılsın 1, üstə gəl 1 bölünsün x plus 1. Deməli, əvvəl verilmiş ifadəni bu şəkildə gətirdik. Deməli, onda integral x çıxılsın 1, üstə gəlinsin 1 bölünsün x plus 1'in integralına baxacaq. Dx bərabərdir. X-in integralı x kvadratı bölünsün 2 edir. Çıxılsın 1'in integralı, yəni nəyin törəməsi 1 edər? X-dir. Üstə gəl. 1 bölünsün x plus 1'in integralı isə ln modulda x plus 1 edir. Üstə gəl bir sabit də yazmalıyıq, s. Deməli, verilmiş ifadənin integralı buna bərabər olacaq.